2 sotdan çox ərazidə inşa olunmuş, tam təmirli. Gördüyünüz kimi evimizin qonaq otağından çəkilişə başlamışıq. Həqiqətən də təmir barəsində çox gözəl dizayn verilib, zövqlə işlənilib. Evimizin qonaq otağı da bir daha qeyd edirəm. Burada panorama pəncərə birbaşa terasa çıxış hissəsidir. TV stent yığılıb, lüstr qoyulub, gizli işıq, tavan əl işləmi, hər şey tam qaydasında. Evimiz gördüyünüz kimi koridor sistemlidir. Keçid edək evimizin digər bir yataq otağı ilə tanış olaq. Sanitar sanuzel bir yerdə aksesuarla hazır. Burada evimizin ikinci bir yataq otağı və burada da evimizin üçüncü bir yataq otağı, qonaq otağı ilə birlikdə 4 otaq koridor sistemli, tam təmirli 130 kvadrat evin özüdür. 2 sotdan da çox ərazidə inşa olunur. Burada da evimizin mətbəx hissəsidir. Keçid edək evimizin xarici ilə tanış olaq. Gördüyünüz kimi bu da evimizin həyətyanı sahəsidir. Jaluz qapı, balaca əl qapısı, sağdan, soldan, arxadan ara məsafəsi var. Evimiz 9 daş kürsülüdür. Təməl betondur. Əlavə məlumat üçün səhifədə əlaqə nömrələrimiz var. Ünvan Binə qəsəbəsi Saxvoz Dövran İnşaat yaxınlığında əsas yoldan evə qədər 400 metr məsafədə. Əlavə məlumat üçün bir daha qeyd edirəm, səhifədə əlaqə nömrələrimiz var.